İşğaldan azad olunan ərazilərə böyük qayıdış davam eləyir. Bugünədək Respublikanın müxtəlif yerlərində müvəqqəti məskunlaşan ailələr Xocalı şəhərinə yola salınıb. Bu mərhələdə Xocalıya 137 nəfər köçürülüb. Köç kərvanı bu dəfə Xocalıya doğru yola çıxıb. Bugün həmin ərazilər daha 33 ailəni qarşılayır. Çox gözəl hissdir. Allah prezidentimizə can sağlığı versin, qazilərimizə can sağlığı versin, şəhidlərimizə Allah rəhmət eləsin. Qürur verici bir hissdir. Bu günləri biz çox arzulayırdıq. Şükür ki, bu günə gördük. Xocalıdan çıxanda qızımın 3 yaşı olubdu. Arzular gerçəkləşir, planlar qurulur. Uşaq vaxtından eşitmişik. İnşallah gedək orada yaxşı bir şeylər olacaq. Qarabağ Universitetində oxumaq istəyirəm, IT sahəsi üzrə. İnşallah gələcək planımı yavaş-yavaş quracam özüm. Mən o vaxt elə özüm Xocalıda olmuşam, 4 qardaş, 2 şəhidim olub. İndi də şükür bu günə ki, mən Xocalıya qayıdırıq. Allah prezidentimizin canı sağ eləsin. İndi Qarabağa yeni nəfəs gəlir, yeni şagirdlər, yeni müəllimlər. Fəxirli bir şey dəqiqətən ki, yəni görmədiyim yerləri görəcəm, baxacam. Mənim üçün çox fəxirli bir şey dəqiqətən. Oxumaq birinci, orada Qarabağ Universiteti var, orada oxumaq istəyirəm inşallah. Qeyd edək ki, bugünkü köçdə nəzərə alınmaqla Xocalı şəhərinə köçürülən ailələrin ümumi sayı 85-ə, yəni 341 nəfərə çatıb. Hazırda Qarabağda və Şərqi Zəngəzurda ümumilikdə 40 mindən çox insan yaşayır.